Salam uşaqlar, biz bugün sizlərlə CSS-də Hover, Transition, Fox bu propertilər haqqında danışacağıq. Bundan əvvəl link, visited və active haqqında da danışacağıq. İndi isə HTML-ə daxil olum. Ahref yaradıram. Burada gördüyünüz ilk 3 dənə link, visited və active ən çox ahref üzərində istifadə olunur. Gələk isə işləmə yerlərinə. Ahrefin içində ünvan istəyir bizdən. İlk öncə gələk hərəkətinə bir məlumat yazaq. Browser üzərindən görək. Tamam, ahref burada ekrandadır. Mən bu sayta bir dəfə daxil olmuşam deyə göz rəngi bu rəngdədir. Normalda Google üzərində də belə olur. Gəlib buradan A-nın colorunu yazıb black edib dəyişə bilirik. Formada A-nın color dəyişir və black olur. İndi isə link, visited və active nə işləyir? Onlar haqqında danışaq. Gəlirəm bura. A-nın 2 nöqtə linki yazıram. Orada yazıram ki color orange. Baxıram. Mən bu sayta daxil olmuşam deyə belədir. Burada daxil olmadığımız ünvan yazılır. Məsələn, DS1. Əslində ünvanlar belə yazılmır. Mən sizə tez göstərmək üçün belə bir ünvan yazdım özüm bura. Bu ünvana da getmişik. Deyəsən DS6 ya da tamam. Belə bir ünvan yazdım. Heç yəni bura klikləmişəm. Mən DS1, DS2 yazıb klikləmişəm deyə ona görə rəng dəyişmir. Tamam, linkə rəng verdikdə nə olur? Saytınızda bu link rəngi bu formada olur. Amma bayaq məndə birinci yaranmış problem kimi, əgər mən ha vaxtsa burada göndərdiyim, ahrefin içində göndərdiyim ünvana klikləmişəmsə, bu rəng belə olmur. Çünki sən artıq ora bir dəfə getmişsən, ora daxil olmuşsan ona görə. Amma mən heç getmədiyim, məsəl üçün buraya daxil olmamışam, belə bir ünvan düz yoxdur, amma DS1, DS2-dən istifadə etmişəm, onu irəliyən dəstədə görərsiniz. DS6-dan istifadə eləməmişəm, yəni belə bir ünvan var, mən bunu bura qeyd elədim. Yəni, və bunun rəngi bu formada oldu. Avtomatik Google üzərindən çıxdıqda isə bayaq birinci görsən rənglərdə olur, yəni göy rəngə çalır, göy rəngdə olur. Tamam, indi isə tanıyaq. A-nın 2 nöqtə visited. Tezi artıq düşdü. Tamam. Color olsun red. Visited nə iş görür? Bir dəfə ora daxil olursunuzsa əgər həmin səhifəyə, görürsünüz, üstünə kliklədim bir dəfə. Siz bundan sonra rəngi qırmızı olacaq. Harada istifadə edirsə eləyin. Yəni visited baş çəkmək. Yəni siz əgər həmin səhifəyə girib baş çəkmişsinizsə, ora daxil olmusunuzsa, bundan sonra o ünvanın həmişə rəngi qırmızı rəng olaraq qalacaq. Tamam, bundan sonra bir də tanıyaq. A2 nöqtə aktivi tanıyaq. Deyirəm, color olsun green. Aktiv nə iş görür? Bunu belə tutub aşağı çəkdikdə, yəni üzərindən basılı halda saxladıqda, hərəkət etdirməyə çalışdıqda bunun rəngi yaşıl rəng olur. Gördüyünüz kimi. Aktiv isə bu iş görür ki, ahrefin üzərinə tutub basılı halda saxladıqda. Tamam, bir də danışaq A2 nöqtə hover haqqında. Hover üzərinə gəldikdə deməkdir. Aktiv nə idi? Tutub belə dartmaq idi. Bayaq tutub dartırdıq. Hover isə üzərinə gəldikdə. Heç nə eləmirəm. Sadəcə gəlib üstündə dayanıram. Bunun rəngi dəyişir. Göy rəngi olur. Hoveri təkcə ahrefdə yox, bütün təqlərinizi istifadə edə bilərsiniz. Ən çox istifadə olunan o propertilərdən biridir hover. Üzərinə gəldikdə bir iş görür. Bunlar əslində həm də eventlər sayılır. Tam da event deyil. Event anlayışını siz JavaScript-də öyrənərsiniz. Amma bir növ iş görürlər deyə CSS-də event kimi də adlanır bunlar. Yəni, üzərinə gələn bir iş görür, neyinir? Rəngini dəyişir bu formada. Tamam, indi isə danışaq. Orada səhv eləmirəmsə bizdə Fox qalıbdır. Hover onsuz axırda danışıb, onun haqqında ətraflı da danışacağıq. Active, Fox, Hover, bir də Fox və Transition qalıb. Tamam. Input yaradıram. Heç nə yazmıram. Gəlirəm bura. Inputuma bir dənə kölgə effekti vermək istəyirəm. Ya da istəyirsə bir dənə browserdən. Tamam. Belə bir dənə inputumuz var. Buna bir dənə kölgə effekti vermək istəyirəm.
Kölgə effekti nədir? Əvvəl istəsən yazılırsa box shadow 0 piksel, 0 piksel, yuxarıdan aşağıdan sağdan soldan 0. Burluğu da olsun 5 piksel, rəngi də olsun qara rəng. Tamam, baxıram. Bu cür bir dənə kölgə effektim var. Gördüyünüz kimi. Amma istəyirəm ki, bu inputun üzərinə gəldikdə olsun. Necə eləyə bilərəm? Inputun 2.hoverində açaram bunu, gətirib bunu orada qeyd edirəm. Yuxarıdakını silirəm getsin. Inputun üzərinə gəldə kölgə effekti görsənsin. Bəli. Gəlirəm və kölgə effektini görsənməyə başlayır. Gördüyünüz kimi. Amma mən istəyirəm ki, bəs inputun üzərinə kliklədikdə olsun bu. Bu inputun fokusu adlanır uşaqlar. Gəlirəm bura. Inputun buradadır. Üzərinə klikləyirəm, məlumat yazın və avtomatik borderi, box shadow'u görsənməyə başladı bu formada. Yəni bu fokusdur. Demək olar ki, sırf ancaq inputlarda istifadə olunur. Siz JavaScript-da fokusun, əslində bu tam klik demək deyil. Onu JavaScript mövzusunda tam görərsiniz ki, əsas klik necə yazılır, necə istifadə olunur. Tamam, indi isə keçək, danışaq transitionımız haqqında. Transition haqqında danışmaq üçün bir dənə div yaratmaq istəyirəm. Onun üzərindən göstərim sizlərə. Div yaradıram, class verirəm, div1. Gəlirəm, burada yazıram ki, nöqtə div1. Viz verək, 200 piksel, height verək, 200 piksel, background color verək, red. Biraz uzaqlaşdıraq. Tamam. Formada bir dənə divimiz var. İstəyirəm üzərinə gələndə rəngini dəyişim. Background color olsun qara rəng, black. Tamam. Tamam. Üzərinə gəlirəm. Yəni kodum işləyir. Divimin üzərinə gəldikdə o rəngi dəyişir. Gördüyünüz kimi bu formada. Bəs mən bunu necə yavaşlada bilərəm? Yəni, birbaşa dəyişməsin, yavaş-yavaş dəyişsin. Bu artıq transition anlayışdır. Transition bir prosesin nə qədər müddətdə işləyəcəyin müddətini belə bilir. Çünki neçə saniyə içində tamamlanmasını deyir. Bura gəlirəm. Yavaş-yavaş dəyişdirəm, fikir verirsə. Baxın, qırmızıdan qaraya çox yavaş bir şəkildə keçdi. Amma əlimi çəkirəm, qaradan qırmızıya çox sürətli keçir. Elə ki, transition yoxdur. Niyə? Çünki mən transitionu hoverdə vermişəm. Yəni, divin üzərinə gəldikdə demişəm. Amma transition normalda versəm, heç nəsi divin özünə versəm, həm üzərinə gəldikdə, həm də üzərindən getdikdə rəngimin dəyişmə müddəti 1 saniyə içində baş verəcək. Mən gəlib bunu 3 eləyirəm. Daha aydın görək. Gəlirəm, qara rəngim yavaş-yavaş gəlir, tam oturdu. Gedirəm, qırmızı rəngim yavaş-yavaş gəlir, getdim, tam oturdu. Bundan başqa, transition'ın delay var. Delay ləngitmə müddəti deməkdir uşaqlar. Məsələn, mən bura 2 saniyə yazsam, gedirəm, üzərinə baxırıq. 1-2 saniyədə heç nə olmur, amma 2 saniyədən sonra transition'ımız işləməyə başlayır. Yəni, neçə saniyədən sonra transition işləyəcək, onu bildirir. Bir də transition property haqqında danışaq. Məsələn, mən buna bir height verirəm. 200 pikseldən qalsın deyirəm 400 pikselə. Baxıram, gəlirəm üzərinə, height'i də artır, rəngi də yavaş-yavaş dəyişir və height də yavaş-yavaş artır. Çünki mən transition'ı option divimə vermişəm. Amma məsələn, indi istəyirəm ki, rəngi yavaş-yavaş dəyişsin, amma height'i birbaşa artsın. Verdiyim transition, yəni ləngitmə, belə başa düşün, height'ə təsir eləməsin. Yəni height 1 saniyə içində də olmasın, promoya artsın. Transition 3 saniyə yazmışam, burada mənim nə dəyişiklik eləsəm 3 saniyə içində baş verəcək. Onu istəmirəm bu height aid olsun. Bu zaman transition property anlayışı var. Transition property, transition'ın emailinin nəyə aid olmasını istəyirsinizsə, burada qeyd edirsiniz. Məsəl üçün, background aid olmalı transition, düzdür. Gəlirəm, background kopyalayıram, atıram bura. Mənim transition'ım sırf background aid olacaq. Baxıram, height birbaşa artdı, fikir verirsə. Yavaş-yavaş getmədi divimiz, yavaş-yavaş hündürlüyü artmadı. Birbaşa artdı, amma rəngim hələ də yavaş-yavaş gedib gəlir. Niyə? Çünki mən buradakı transition property yazmışam və içinə background color yazmışam deyə bu transition ancaq background'ıma aid olur. Height'imin artıb azalmasına aid olmur.
Tamam, hover haqqında və transition haqqında da bu qədər. Yəni hover çox istifadə edəcəyiniz bir şeydir saytlarda. Dizayn qurmaq üçün çox istifadə olunur. Transition da həmçinin. Bir də burada danışdığımız link, visited və aktivdən o qədər də çox istifadə olunmur. Amma bilməniz yaxşıdır. Fox orta, həm istifadə olunur da görmüşük, həm çox o qədər görməmişik. Çox belə az hallarda istifadə olunur. Yəni hoverdən transition'a görə. Amma hover və transition ən çox istifadə olunan propertilərdən biridir uşaqlar. Birinci dərsimizdə bu qədər.